Mən yemək yedim, müəllimləri yüngül atışdırdım. İndi də davam edirik yola. Yolçu yolda artıq təkən və bura biraz təhlükəlidir. Ayı olma ehtimalı var. Mənə xəbərdarlıq da eləmişdilər. Ümid edirəm ki, heç qarşılaşmaram. Orada bir görüntü görmüşdüm çünki düşündüm ayı olduğunu, amma yemək yiyəndə davamlı nəzarət elədim, gördüm hərəkət yoxdur və başa düşdüm ki, bu bir qaya parçasıdır. Sadəcə olaraq mənə bir heyvan olaraq görünür. Bu da müəllimlə Azərbaycanın ən hündür şəlaləsi, Mucur şəlaləsi. Bəli, müəllimlər, gəlib çıxmışam. Yaşadığımız ömür çox qısadır. Bu müddəti həqiqətən yaşamaq var, yaşaya bilmək var. Və mənim üçün hər hansısa restoran, otel, bu kimi şeylərin heç bir önəmi yoxdur bu mənzərənin qarşısında, bu görüntünün qarşısında. Əladır. Çalışacağım ki, burayla hərəkət edeyim. Bu nəyin çoluğudur müəllimlə? Onu izah edeyim sizə. Deməli, dağlarda qara rəngdə dağ moruğu dediyimiz bitkinin çolu olur. Bu yabanı malinadır, qırmızı rəngdə moruq. Hansı ki, ancaq meşənin bitdiyi qayalarda bitişir. Burada misal üçün az sayda var. Və hələ buranın havası soyuq olduğuna görə hələ yeni çiçəkləyir bunlar. Hələ yəni böyük ehtimal ki, yay ayının sonuna doğru o meyvə verə biləcək. Qayaların əzəməti də görünür. O keçi inadı ilə hərəkət eləmək istəyirəm. Suyun necə dağılmağı yəqin görünür və mənzərə möhtəşəm. Möhtəşəm. Buradan o tərəfi yoxdur. Mən qalxacam hələ. Daşların üstü çox sürüşkəndir. Və hal-hazırda bir ayağım belə qalmışam. Mağara kimi bir yer var. Ümid edirəm ki, elə bir rütubətdə ay olmaz. Buradan necə çıxacam? O var. Və müəllimlə mən bacardım. Ayağımın altı
hal-hazırda çox sürüşkəndir. Burada su o qədər dağılır ki, şəlalənin axmasından. Hər tərəf sulu, nəmdir və o nəmin daim olmağına görə yoxsun tutub hər yeri və avtomatik sürüşürsən. Ona görə maksimal dərəcədə diqqətli olmalıyıq. Hal-hazırda söz tapmaq çətindir. Yəni, inanın ki, hal-hazırda mən belə nə qədər desəm möhtəşəmdir. Bunu gözlə görməsəz, bu möhtəşəmliyi bilməyəcək. Ona görə də görmək lazımdır. Başqa heç nə. Sadəcə və sadəcə görmək lazımdır. Şəlaləni geridə qoyduq. Artıq yavaş-yavaş evə doğru hərəkət edəcəm. İndi oradan düşdüm. Ayaq əzələlərim əməlli dartılıb. Düşmək çünki çox çətindir, qalxmaq daha rahat. Və hava ani olaraq dəyişkənliyi göstərir, tutulur. Böyük ehtimal ki, yağış olacaq. Və mən çayımı tez bitirib yağışa düşmədən davam eləməliyəm yoluma. Çünki yağışa düşsəm dəmir aparan çayını keçmək məsələsi var. Bu təhlükəli ola bilər. Hətta hər hansı su çox gələrsə alınmaya da bilər. Yəni burada da qala bilərik. Müəllimlər, artıq dönüş yolunda Mucuq şəlaləsini fəth elədik. Ümid edirəm bir gün bütün dünyanı gəzmək məsələmizə vəsilə olaraq. Siz də izləyərsiniz və ən azından içinizdən bir çox üçün bir həvəs oyanmış olar ki, siz də gələsiniz, gəzəsiniz. Yəni mən tək birinci dəfə tanımadan gəlib tapıb bu qədər şeyi görüb yeni insanlarla tanış olub yenidən qayıda bilirəmsə, düzdür, hələ tam satmamışam, amma yenə də məncə hamı bacara bilər bunu. Bütün dünyanı gəzmək ümidi ilə. Özünüzə yaxşı baxın. Hamınız çiçəksiniz.